Salam. Bugün danışmaq istədiyim mövzu Azərbaycanda keçirilmiş burjuwa islahatları haqqındadır. 1870-ci ildə keçirilmişdir burjuwa islahatları. Rusiyada daha tez keçirilmiş və feodalizm qaydaları ləğv olunmuşdu. Bu isə 1861-ci ildə baş vermişdi Rusiyada, 2-ci Aleksandrın dövründə. Azərbaycandakı müstəmləkə olduğuna görə ayrı seçkiliyi aparılmış digər ərazilər, yəni öz ərazilərinə baxanda Rusiya ayrı seçkiliyi aparmış və Azərbaycanda isə bu islahatlar daha gec keçirilmişdir. Burjuwa islahatlarından əvvəl Azərbaycanda müxtəlif təbəqələr var idi. Kəndlilər, feodal zadəganlar, sənətkar və tacirlər kimi təbəqələr var idi. Kəndlilərin vəziyyəti təbii ki, çətin idi. Onlar ağır vergilər ödəyirdilər. Bu dövrdə komendant idarə üsulu ləğv olunmuşdu və Azərbaycanda quberniya, qəza və sahə, nahiyə, ərazi bölgüləri tətbiq olunurdu. Kəndlilər dediyim kimi ağır vergi ödəyirdilər və feodallardan asılı vəziyyətdə idilər. Feodal zadəganların vəziyyəti də eyni zamanda özləri üçün yaxşı deyildi. Belə ki, onlar da Rus zadəganlarından fərqlənirdilər. Düzdür, kəndlilər üzərində hakimiyyətə malik idilər. Əmtəə münasibətlərinin genişləndiyi bir vaxtda vergiləri qaldırırdılar, amma Rus zadəganları kimi diyarın kütləvi idarəçiliyində onlar iştirak etmirdilər. Əsas siyasi hakimiyyət və idarəçilik hüququ Rus zadəganlarına məxsus idi. Sənətkarlıq və ticarət isə get-gedə tənəzzülə doğru gedirdi. Feodal qaydaları və digər ölkələrdəki istehsaldakı inkişaf Azərbaycandakı sənətkarlıq məhsullarına olan ehtiyacı azaldırdı. Nəticədə Çar hökuməti məcbur oldu ki, islahatlar keçirsin və burjuwa islahatlarının keçirilməsinə başlanıldı. İslahatda ilk addım 1861-ci ildə Mərs Palatasının yaradılması oldu. Belə ki, Mərs Palatasını yaratmaqda dediyim kimi məqsəd islahat üçün hazırlaşmaq idi. Mərkəzləşdirilmə palatası da deyilir buna. Daha sonra 1865-ci ildə başqa bir də islahat var. Buna əsasən vahid kənd idarəsi yaradılır. Mülkədarların əlində 1846-cı ildə bəy və ağalara verilmiş hüquqlar, bəzi hüquqlar onların əlindən alınır. Belə ki, bəy və ağalar artıq diyarın inzibati idarəçiliyindən uzaqlaşdırılırlar və onlar yalnız torpaq hüquq, əllərində yalnız torpaq hüququ qalır. 1870-ci ildə isə kəndli islahatı artıq həyata keçirilir. İslahat 1847-ci il islahatına bənzəyirdi. Bənzərlik bu idi ki, sahibkar kəndlərinə şamil edilmişdi. Bizə aydındır ki, həmin vaxt Azərbaycanda iki kəndli təbəqəsi var idi. Sahibkarlar və sahibkar kəndləri və dövlət kəndləri. Dövlət kəndlərinin vəziyyəti sahibkar kəndlərinə nisbətən yaxşı olduğuna görə islahat sırf sahibkar kəndlərinə aid edildi. Belə ki, bu islahata da əsasən hər 15 yaşına çatmış şəxsə 5 desiatın torpaq verilməli idi. Amma 1847-ci il islahatından fərqli olaraq 5 desiatindən artıq torpağı olan kəndlinin torpağı kəsilib götürüləcəyi idi. Bu fərqi idi. Bir də bu islahata əsasən biyar ləğv olunur. Biyar mükəlləfiyyəti idi, bilirik ki. Bu feodal asılı münasibətlərinin ləğvində böyük bir addım idi. Eyni zamanda islahata əsasən malcəhət, çöpbəşı, bəhrə kimi vergilər olduğu kimi saxlanılırdı. Yəni, heç bir vergi ləğv olunmurdu. Yalnız biyar ləğv olunurdu və bayaq dediyim kimi 5 desiatindən artıq torpağı olan kəndlinin torpağı kəsilib götürülürdü. Əlavə olaraq islahatda Rusiyadan fərqli olaraq Çar hökuməti Azərbaycan kəndlisinə kömək etmirdi ki, Azərbaycan kəndlisi gedib torpağı satın alsın. Bundan fərqli olaraq Rusiyada isə 49 illik kəndliyə dövlət borc verirdi və kəndli gedib həmin borcla torpağı satın ala bilərdi. Azərbaycan kəndlisinə isə Çar hökuməti bildirirdi ki, biz torpağın satın alınması haqqında qərar vermişik və gedin torpaqları satın ala bilərsiniz. Gedin satın alın. Amma hansı vəsaitlə kəndli torpağı satın alsın? Bu haqda Çar hökuməti heç bir söz demirdi. Və kəndlilərin çoxunun da vəsaiti olmadığına görə, onlar kasıb yaşadıqlarına görə
çox hissəsi torpağa sahib ola bilmədi və torpaqları gedib ala bilmədilər. Nəticədə Azərbaycanda kəndlilərin çox az bir hissəsi torpaq sahibinə çevrildilər. Buna baxmayaraq islahat burjua xarakterli islahat idi, kapitalizmin inkişafı üçün böyük yol açmışdı. Feodal qaydalarına ağır zərbə vurdu Azərbaycanda və kapital münasibətlərinin yavaş-yavaş inkişafına səbəb oldu. Növbəti islahat isə 1866-cı ildə keçirilmiş məhkəmə islahatı olmuşdu. Bizdən fərqli olaraq Çar Rusiyası öz ölkələrində islahatı 1864-cü ildə keçirmişdi. Azərbaycanda isə bu islahat dediyim kimi 1866-cı ildə keçirilir. Keçirilmiş islahatların içərisində ən mütərəqqisi məhkəmə islahatı idi. Belə ki, bu islahata əsasən məhkəmələrin qapalı keçirilməsi ləğv olundu. Artıq məhkəmələr açıq keçiləcək idi. Məhkəmələr yenə də rusca keçirilirdi, lakin orada Azərbaycanlı vəkillər iştirak edirdilər və Rusiyada savad almış Azərbaycanlı vəkillər tərcüməçilik edirdilər. Əvvəlki dövrlərdən fərqli olaraq indi kəndlilər artıq onların niyə mühakimə olunduğunu, kəndlilər demək, yəni əhali onların niyə mühakimə olunduğunu ən azından bilirdilər, çünki məhkəmədə tərcüməçilər var idi. Bir də məhkəmə islahatından əvvəl bəy məhkəməsi ayrı, xan məhkəməsi isə ayrı bəy, xan və kəndli məhkəmələri ayrı keçirilirdi. Yəni silki məhkəmələr mövcud idi. Amma 1866-cı ildə keçirilmiş məhkəmə islahatından sonra artıq silki məhkəmələr də ləğv olunmuş oldu. Və dediyim kimi məhkəmə islahatı islahatlar içərisində ən mütərəqqisi idi. Rusiyada şəhər islahatı da keçirilmişdi və bu islahat 1870-ci ildə keçirilmişdi. Şəhər islahatının eynisi Azərbaycanda 1878-ci ildə keçirildi. Azərbaycanda şəhər özünü idarəsi haqqında əsasnamə ilk öncə Bakı şəhərinə aid edilmişdi. Buna əsasən şəhər duması yaradıldı və şəhər duması daha başa düşülən dildə desək, yəni müasir dövrdəki idarə sistemindən oxşatsaq, şəhər bələdiyyəsi yaradıldı. Şəhər bələdiyyəsinin normal idarəçilik sistemindən fərqi ondan ibarət idi ki, bələdiyyələr siyasi işlərə qarışa bilməzdilər. Onlar ancaq təsərrüfat, mədəniyyət, səhiyyə bu işlərlə məşğul ola bilərdilər. Və seçkilərdə, bələdiyyəyə və yaxud dumaya seçkilərdə 25 yaşına çatmış şəxslər iştirak edə bilərdilər. Onlar yalnız vergi verən və əmlaka malik olan kişilər ola bilərdi. Şəhər dumasının üzvlərinin yalnız 50% Azərbaycanlılardan ibarət ola bilərdi. Bələdiyyə idarəsinin başçısı isə qlava adlandırılırdı. Və şəhər idarəsində idarə edici, yəni başçı ruslardan seçilirdi və bütün işlər də rus dilində aparılırdı. İdarəçilərin tərkibi isə qubernator tərəfindən təsdiq olunurdu. Bakı şəhər dumasında bir çox məşhur insanlar iştirak etmişdilər. Məsələn, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Həsən bəy Zərdabinin Bakı şəhər dumasında böyük rolları olmuşdur. Belə ki, Həsən bəy Zərdabi dumada üzv seçilmiş və fəal şəxslərdən biri olmuşdur. Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyev isə öz hesablarına şəhər dumasında bir çox idarələr yaratmışdılar. Məsələn, Hacı Zeynalabdin Tağıyev yanğından mühafizə idarəsini təsis etmişdi. Keçirilmiş bütün islahatlar dövlət idarəçiliyinə müsbət təsir etdi. Belə ki, kapitalizmin inkişafında böyük bir addım oldu. Artıq Azərbaycan şəhərlərində, Azərbaycan kəndlərində də kapital münasibətləri yavaş-yavaş inkişaf etməyə başlamışdı. Bu inkişaf isə iltizam sisteminin ləğvindən sonra müxtəlif sahələrdə iltizam sisteminin, yəni icarə sisteminin ləğvindən sonra daha da sürətlənəcək.